Salam əziz tələbələr. Bugün Python proqramlaşdırma dilinin playlistini hazırlamaya başlayırıq. Əslində playlisti hazırlanmışdı və videoları çəkmişdik, amma baxdım ki, videolarda səs çox zəif düşüb. Buna görə videoları yeniləmək qərarına gəldim. Başlayaq Python proqramının indirilməsi və installaşması məsələləri ilə. Deməli, Python proqramlaşdırma dilini indirmək üçün browserdə axtarış sahəsinə python.org, bu gördüyünüz kimi burada biz yazmışıq, python.org yazıb axtarış veririk. Bundan sonra çıxan ilk səhifə, əksər hallarda çıxan ilk səhifə məhz Python'ın öz rəsmi web səhifəsidir. Burada birbaşa download bölməsinə keçid edirik. Bundan sonra bizi belə bir pəncərə qarşılayır. Burada müxtəlif üsullar var yükləmək üçün, indirmək üçün. Burada versiyası da görsənir. Çox ehtimal ki, Python'ın son versiyasıdır. Və istifadə etdiyimiz əməliyyat sistemini seçib, məsələn, Azərbaycanda kompüter istifadəçilərinin əksəriyyəti Windows əməliyyat sistemindən istifadə edir və Windows seçib biz bu installaşmanı həyata keçirə bilərik. Amma ən optimal, ən uyğun variant, baxın, elə bax burada Download Python Install Manager, Python installaşdırma meneceri, Python quraşdırma meneceri adlanan bir məna verir bu. Bu yolla yükləməyi, indirmək asandır. Yəni, bu sahəyə tıklayanda, bu sahəyə vuranda sistem özü bizim əməliyyat sistemimizi, yəni kompüteri yoxlayır, əməliyyat sistemimizi təyin edir və buna uyğun olaraq bizə Python versiyasını indirmiş olur. İndi məndə Python hazırda yüklənmiş vəziyyətdədir deyə mən bu prosesi etməyəcəm. Sadəcə göstərmək üçün. Python'ın yeri gəlmişkən endirilməsi, installaşması haqqında YouTube'da kifayət qədər çox video var. Baxıb faydalana bilərsiniz. Bizim məsələmiz bugün Python'ı birbaşa öyrənməyə keçməkdir. Python proqramını açdıqdan sonra bizi belə bir interfeys qarşılayır. Buna idle, shell örtü deməkdir. Idle Python'ın örtüyüdür bir növ. Və bu rejim interpretator rejimidir. Yəni, burada biz kodları sətir-sətir yazırıq və dərhal icra olunur. Sətir və sətir oxunur və icra olunur. Bilirsiniz ki, iki rejimdə biz kod yaza bilərik. Interpretator rejimində, kompilyator rejimində. Deməli, interpretator rejimində burada yuxarıda Python'ın versiyası görsənir. Məndə 3.14.2 versiyasıdır. Və aşağıda ard-arda gələn 3 böyükdür işarəsi görürsünüz. Bu böyükdür işarələri çağırış adlanır Python'da. Və biz kodları məhz həmin işarənin qarşısında yazırıq. Bugün ilk kodumuzu, ilk proqramımızı yazacağıq. Bütün dünyada, həmçinin Azərbaycanda bu şablon bir şeydir. İlk dəfə kod yazmağa başlayarkən ən sadə koddan başlayır bütün proqramçılar. Ən sadə kod nə ola bilər? Məsələn, ekrana hər hansı bir yazını çap edən, ekrana hər hansı bir yazını çıxaran bir kod yazaq. Məsələn, standart olaraq Hello World, Hello Dünya, Salam Dünya bu kimi yazılar yazırlar. Biz də Salam Azərbaycan yazısını ekrana çıxaraq. Bunun üçün Python'da print komandasından istifadə olunur. Print komandası nəzərdə tutulub bunun üçün. Yeri gəlmişkən bu komandanın bütün hərfləri kiçik şriftlərlə yazılmalıdır. Yəni
Məsələn, print komandasının birinci hərfini böyük yazıb, digərlərini kiçik yazsam, gördüyünüz kimi heç bir nəticə yoxdur. Yəni, əgər doğru yazmış olsaydım, yəni şriftlərin rənginin dəyişməsi ilə belə onu bizə göstərəcəkdir. Məsələn, indi düzgün yazaq, doğru yazaq. Print gördüyünüz kimi şriftin rəngi dəyişdi. Artıq bizə aydın olur ki, biz bu komandanı doğru yazdıq. Bütün şriftləri böyük yazaq. Print gördüyünüz kimi heç bir şey baş vermir. İndi bunu gəl yazmağa çalışaq. Salam Azərbaycan və error gelir, gördüyünüz kimi xəta verir. Doğru yazılış bu cürdür. Print kiçik hərflərlə yazılmalıdır. Ümumiyyətlə Pythonda böyük və kiçik hərflər fərqləndirilir. Bu həm dəyişənlərin adlandırılmasında da belədir, həmçinin komandalarında adları düzgün yazılmalıdır. Print salam Azərbaycan yazırıq. Enter'i vurduqdan sonra gördüyünüz kimi dərhal ekrana salam Azərbaycan yazısı çıxır. Dərhal icra edir. Və dediyim kimi bu əmrli rejimdir. Bu rejimdə biz dərhal əmrlər rejimidir, yəni. Bu rejimdə biz dərhal yazdığımız komandanın nəticəsini görə bilirik. Bir də Pythonda biz kodları fayllarda yaza bilərik. Yuxarıda fayl menüsündən New File əmrini seçməklə yeni bir fayl yarada bilərik. Yeni fayl yaradarkən onun başlıq sətrində untitled yazılır. Yəni başlıqsız deməkdir bir növ. Yəni bu o deməkdir ki, biz hələ bu fayla ad verməmişik. Fayla ad verdiyimizdə bu başlıq sətrində həmin faylın adı görünür. Gəlin yoxlayaq. İndi daha öncə əmrlər rejimində yazdığımız ilk proqramımızı burada yazaq. Print salam Azərbaycan. Burada əmrlər rejimindən fərqli olaraq biz yazdığımız kodu run komandası vasitəsilə icra etməliyik. Burada gördüyünüz kimi run əmri var yuxarıda. Biz onu klaviaturadan F5 funksional klavişi vasitəsilə də eyni iş edə bilərik. Üzərinə vururuq. Gördüyünüz kimi run modulun hətta qarşısında onu da göstərir. F5 ilə dediyim kimi icra edə bilərik. Run modul və run modul əmrinə vurduqdan sonra nə baş verdi? Bizə bu faylın yaddaşa verilməsini tələb edir. Deməli, Pythonda yaratdığımız hər hansı bir faylın icra oluna bilməsi üçün ilk öncə onu biz yaddaşa verməliyik. OK. Və buna ilk dərs deyirəm. Bu qovluqda hər hansı bir yerdə saxlayır, fərqi yoxdur. Və faylı yaddaşa verən kimi gördüyünüz kimi nəticə ekrana çıxdı. Salam Azərbaycan yazısı ekrana çıxdı. İndi biz bunu fərqli formada da edə bilərik. Yəni gördüyünüz kimi burada print salam Azərbaycan yazısını yazıb enter vurduqda heç bir şey baş vermir. Yəni nəticəni biz ekranda görə bilmirik. Mütləq nə etməliyik? Run əmrini icra etməliyik. İndi gəlin biraz fərqli yanaşaq. Print salam print Azərbaycan. Az öncə yazdığımız kod bir sətirdən ibarət idi. Bu kod isə artıq 2 sətirdən ibarət kod sayılır. Run modul edirik. OK. Salam Azərbaycan. Nə baş verdi? 2 sətirdən ibarət kodumuz məhz 2 sətirdə də icra olundu və
bu şəkildə nəticəni ekrana çıxartdı. Bizim ikinci bu fayllar rejimində, buna biz fayllar rejimi və yaxud skript, Pythonda ümumiyyətlə fayla skript də deyilir. Və bayaq da dediyim kimi, fayla ad verdikdən sonra burada başlıq sətrində həmin faylın adı görünür. İlk dərs .py. Uzantısını görə bilirsiniz, .py. Ümumiyyətlə Pythonda yaradılan faylın uzantısı py, bəzən də py-w formasında olur. Bu qədər ilk dərs üçün bu qədər kifayətdir. Ümid edirəm anlaşılan oldu. Zaten bu asan hissəsidir. İnşallah növbəti dərslərdə dərinliklərə gedəcəyik. Sağ olun, gələn görüşlərə dək.